Güclü yağışlar nəticəsində dağlardan gələn sel Bakı-Şamaxı yolunda problem yaradıb. Qobustan dağlarına yağan leysan nəticəsində yaranan selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı Yevlax avtomobil yolunun 78-ci kilometrliyində hərəkəti çətinləşdirib. Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, sel suları yolun hərəkət hissəsinə yayılıb. Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli magistral yollarının istismarı MMC-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mühəndisi Həsən Məmmədli isə bildirib ki, baş verən hadisəyə operativ reaksiya verilib, hazırda ərazidə təmizləmə və bərpa işləri davam etdirilir. Hazırda yolda hərəkətin tam bərpası və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarımız səfərbər olunub. Havanın dəyişkənliyinə baxmayaraq işlər fasiləsiz aparılır. Avtomobillərin hərəkətində hər hansısa məhdudiyyət yoxdur. Sürücülərə tövsiyə edirik ki, ərazidən keçərkən diqqətli olsunlar deyə o əlavə edib. Qeyd edək ki, yağışlı hava davam edir. Rafiq Həsənov, Elçin Məlikov, Nigar Qəyyum, Şamaxı.